Modul tənliklərə aid belə bir sual verilib və kökləri cəminin tapılması istənilir. Burada ilk baxışdan faktorial işarəsini görəndə bizə çətin görsənə bilər. Amma bu tənliyin çox rahat bir yolu var. Biz bilirik ki, modul tənliyi ilk olaraq olduğu kimi götürürük, sonra isə əksi götürülür. Deməli, ilk növbədə biz bunu olduğu kimi götürəcəyik. X üstəgəl 7 bərabərdir 2010 faktorial. Buradan da x-i tapanda 2010 faktorialdan çıxacaq 7-ni. Sonra isə x üstəgəl 7 bərabərdir mənfi 2010 faktorial. X-i da tapanda mənfi 2010 faktorialdan çıxacaq 7-ni. Yəni bizim 2 dənə kökümüz olacaq burada. 1, 2010 faktorial çıx 7, bir də mənfi 2010 faktorial çıx 7. Kökləri cəmini istədiyinə görə bu ikisini toplayanda 2010 faktorial çıx 7 üzərinə gəlinsin. Mənfi 2010 faktorial çıx 7. Bu ikisini toplayırıq. 2010 faktorialla mənfi 2010 faktorial əks olduğuna görə toplayanda gedir 0-a. Mənfi 7 ilə də mənfi 7-ni toplayanda eləyəcək mənfi 14. Yəni köklərinin cəmi mənfi 14 olacaq.